Yeniden daxil oluruq bu məkana. Burada ağanın özündən qalma əmanətləri saxlanılır. İnşallah onları görəcəyik. Daxil olaq səri. Bismillahirrahmanirrahim. Selamun aleyküm və rəhmətullahi və bərəkatuh. İnşallah əmanətlər deyilən yer yəqin ki buralar olar. Işığı yandıraq, işıq. İnşallah gəlsin, göstərsin. Görək nə əmanətlər var. Seyid Əli Səlyani. Bax o çöldəki şəkil, bu budur. Seyid Əli Səlyani budur, bax. Burada da qədim kitablar var. İndi orada tarixi qeyd olub. Nənəsi, babası, hamısı, xanımı. O görsən orada, burada görsən bu xanım Seyid Əli ağanın xanımı, Kərbəlayı Mir Şeyda. Bu da Seyid Əli Səlyanidir. O da Seyid Əli ağanın oğlu Kərbəlayı Mir Möhsün. Biz bayaq ziyarət eləmişdik. Mir Möhsün ağa. O da Seyid Əli Səlyani ağanın özü. Şimdi burada da kitaplardır bir daha. Qədim kitaplardır bunlar, hamısı qədim əşyalar var burada. Qədim Qur'andır burada. Çox köhnə bir Qur'andır. Bilmirəm, Qur'andır yoxsa din ədəbiyyatdır. Yine daxil olmuşuq içəri. Daxil olmuşuq içəri. Minnətdaram. O vaxt Məşəddən almışdım, görsəyi duanı, sələklə. Açqam, yada gəlir, canım bela görməsin. Məşəddən almışdım, belə bir dualar. Mən qonşuna hələsində bir almışdım. O vaxt, sələklə. Aslında bir güzel dualar yedir. Onlar Allah qəbul eləsin. Kimsə göndərəsən özün gəlir. Hər şey var. Güzel orada kılacak. Çünkü dengi orası Zeynep'e, burası Hüseyin'e. Orada namaz qılmaq yeri var. De otaqda, bura keçin, orada namaz qılmaq yeri var. Yox, buradan keçin. Orada keçin, orada namazgahdır. Elə bir yerdir bura. Bir daha. Bunlardaki 4 tane qullə gələn surələrdir. İxlas, Fəlaq, Nəs və Kafirun. Mağazda çok verdiler. Çok karşıladılar. Özleri götürdüler, getirdiler. Biz veriyoruz. Sonuçta İslami bir ab-ı hava var orada. Ben öyle getirmişim ki, ben hiç bilmiyorum. Allah bilir, bilecek, gelecek. Akşam yemeği olacak. Kardeşim. Ha, öyle bir şey. Hamısı.